Bu gün səni necə xoşbəxt eləyə bilərəm? Bədbəxt adamam. Mən axırıncı və xoşbəxt anadan olanda olmuşam. Aləmin içində olanda olmuşam. Neçə illər həbsxana həyatı yaşamışam. Düzdür, aləmdə problem olub, ayrılmışam. Günah mənim olub. Aləmdə heç bir günah olmayıb. Bu dəqiqədə balalarım deyir ki, mən utandığımdan getmirəm. İçkini tərcizə bilmirəm deyə getmirəm. Qalmışam küçələrdə, ağac altı stol deyirlər, orada stolda yatır. Dünən o cür yağışda, çoğunda orada yatmışam. Tək mən deyiləm, 2-3 nəfər də mənim kimi var. Mən ikinci qrup əliləm, bununla yaşayıram. Bu olmasa mən nəfəs alamıram. Herhalde danışığımdan da başa düşürsən ki, boğula-boğula danışıram. Sağ olsun sizin kimi uşaqlar. Bəlkə də o mənəm deyib sinəsinə döyüb bayrağı əlində gəzdirənlər bizim kimi vətənini sevənməz. Mənim 50 yaşım var, bu dəqiqə aparsınlar Qarabağa. Getməsəm mən kişi deyiləm. Hara gedirsən, tutaq olmusan, hə, yox olmaz. Bu yetim tutsaq neynəsin, təzədən cinayət edib qayıtsın. Biz də istəyirik cəmiyyətə qarşı. Sizin kimi əlimiz cibimizdə sinəmizi qabağa verib rahat gəzək. Xaqozana mənim ürəyim qurba. Mən neçə və xəstəxanada olmuşam. Xəstəxanada yemək verirlər də, siqaret, qənd çay vermirlər. Xaqozan pul atıb indi dəyərini demirəm. Biri desə ki, sənə bu işi verirəm, bu da qalmağa yer verirəm. İçkin tərk edərsən. Əgər mənə bir axıran yeri verərlər, bağ yeri verərlər, bir sürü mal heyvan verərlər. Deyərlər otar bunu, bax. Mən orada nöqsanım olarsa mənim. İçkin tərk etmərəmsə, mən qovulasınlar. Bu gün məsələn harda qalacaqsan? Parkda. Məsələn nə yeyəcəksən? Bilmirəm Allah verəndən. Biri gəlib sənə burada pul versə, onu içki alarsan? And ol Allah. Nə alarsan ona? Pomidordan, şordan alıb gedirəm o sitələ. Həqiqətən. Həqiqətən. Kişi kimi. Olmaz ki, and ol Allaha dedim. Utanmıram, Həmizə, çəkinmirəm. qoy cibinə. Çox. Buna xahiş edirəm, içki almayasan. Baş, sağ ol. Halal elə. Halal xoşun olsun. Yəni havaya zəng elə. Allah razı olsun. Sabir əmiyə çox xahiş edirəm, dəstək olarsınız. Neftçilər metrosundan çıxan kimi park, burada park var. Həmin parkda, skamyakada, yəni buradadır. Sağ ol.